Gəncə şəhəri Əlağa Şıxlinski küçəsində qətl hadisəsi törədilib. Belə ki, 1997-ci il təvəllüdlü Ramazan Əliyev əmisi 1963-cü il təvəllüdlü Fazil Əliyevi qətlə yetirib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. İlkin məlumata görə tərəflər arasında mülk üstündə mübahisə düşüb. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Əliyevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən 29 yaşlı Ramazan Əliyev saxlanılaraq istintaqa təhvil verilib. Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov vəfat edib. Aktual xəbər verir ki, Dursun Həsənov Bakıda yaşadığı evdə dünyasını dəyişib, mərhum iyunun 13-də Bakıda dəfn olunacaq. Qeyd edək ki, Dursun Həsənov 1993-cü ildən etibarən Azərbaycanın diplomatik nümayəndəliklərində fəaliyyət göstərib. O 2017-2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində işləyib. Gəncədə 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır qəza baş verib. Şəhər ərazisində qeydə alınan hadisə zamanı VAZ 2107 markalı avtomobillə Toyota toqquşub. Nəticədə Daşkəsən rayon sakini 1970-ci il təvəllüdlü Çərkəz Qasımov xəsarətlər alıb, yaralı Gəncədə yerləşən xəstəxanaların birinə çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Baş vermiş fakt üzrə araşdırma başlanılıb. Şəmkirdə kafedə dava qətllə nəticələnib. 26 yaşlı Fərid Həsənov ürəyindən bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanaya aparılarkən yolda həyatını itirib. Hadisədə şübhəli bilinən 27 yaşlı Tağıyev saxlanılıb. İlkin məlumata görə tərəflər ikisi də eyni qəsəbədə yaşayıblar. Hadisə vaxtı sərxoş olublar. Faktla bağlı araşdırma başlanılıb. Beyləqanda məktəbli vəfat edib. Hadisə rayonun Eyvazlılar kəndində qeydə alınıb. Belə ki, kənd sakini Quliyev adlı tam orta məktəbin 11-ci sinif şagirdi Elvin Aslanlı ürək çatışmazlığından qəfil həyatını itirib. Qeyd edək ki, Elvin Aslanlı iyunun 13-də orta məktəbdən məzun olacaqdı. Faktla bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma başlanılıb. Baş Prokurorluğun İstintaq İdarəsi hava nəqliyyatında baş gömrük idarəsində əməliyyat keçirilib. Unikal xəbər verir ki, əməliyyat zamanı 4 gömrük əməkdaş saxlanılıb. Onlardan ikisi Aysel və Xalidə adlı xanım əməkdaşlardır. İlkin məlumata görə saxlananlardan birinin izahatı alınandan sonra sərbəst buraxılıb, əlavə məlumatlar veriləcək.